30-dan sonra sən daha çox travmanı öyrənirsən. Dediyim kimi, hətta bir çox marketerlər Facebook və digər yerlərdə reklamlarında 30 yaşdan yuxarı kütləni target eləmir. Deyir, bunu sonra öyrənən deyil, kurs alacaq, sonra mənfi rəy qoyacaq. Amma aparılan digər araşdırmalar fərqini göstərir. Göstərir ki, insan beyni tənbəlliyi sevir, tənbəllik üzərinə fokuslaşır. Amma əgər sənin beynində vizyon varsa, gələcəyə baxış. Beynin o digər bəzi nöqtələri var ki, onları inkişaf edə bilir. Onlar hərəkətə keçə bilir. O başında gülləni kənara qoysaq da. Mən də 29 yaşında, təsəvvür etsən 29 yaşında oxursan ki, 30-dan sonra gedirsən də. Mənim elə uğurlarımın çoxusu 33 yaşından sonra başlayır. Belə özümdən nümunə götürürəm. İndi istənilən işə rahat başlayıram, rahat davam edirəm, rahat da bitirirəm. Amma 22-23 yaşında belə deyildi. Və mənə gəlir ki, bəzən deyir ki, uşaqlar daha tez öyrənir. Nəyə tez öyrənir? Da ki, uşağı bir alman dilini mənə görə o tez öyrənəcək. Yox. Sadəcə bizim şübhələrimiz getdikcə artır. Sənin həyatında uğursuzluğun sayı artdıqca, sən artıq uğura da inanmırsan da. Mən olsun deyirəm, universitet ziyanlıdır, Azərbaycan universitetləri. O qədər uğur qazanırsan, imtahan. Axırda uğursuzluqdur, pul zad yoxdur ortada. Sən artıq 7 dəfə görmüsən ki, qardaş, imtahan vermisən, nəticəsi yoxdur da. Uğur qazanmanın nəticəsi yoxdur. Yəni diplom alandan sonra böyük bir uğursuzluqla üz-üzə qalırsan ki, sənin deyirlər təcrübən yoxdur və sənin üçün iş yoxdur. Dəyərsiz adamsan da, sən 8 dəfə, 9 dəfə, 32 dəfə nə bilim imtahan vermisən, uğur qazanmısan, nəticəsi uğursuzluqdursa, sən artıq özünə inamın itir. Hələ bir dəfə işə girdin, oradan çıxartdı, dava saldın, oldu, 30 salana kimi sənin qədər uğursuzluq silsilən var. Məsələn, Rockefellerin oğlunun o problemi yoxdur da, 30-dan sonra da o işləyir. Düzdür? Deməli, burada silsiləyə görədir problem. Mən bəzən baxırdım ki, mən 22-23 yaşında elə onlayn layihələrə girişirdim. Mən 28-də mən qorxuram. Nəyə qorxuram? Eyni adamım da. Yəni o sadəcə şübhələrin, qorxuların sayırdı. Onun üçün şübhə ilə, qorxu ilə işləmə qabiliyyətin olmalıdır. Bu bir. İkincisi, 30-da şansın daha çoxdur. Çünki cibində pulun da vardı. Uşağın pulu yoxdur, valideyn verir. 22 yaşında pulun yoxdur. Aydındır. Sən əslində şansın daha çoxdur 30-dan sonra. Çünki özünə daha kurslarda ala bilərsən, özünə inkişaf etdirə bilərsən. Yəni yaxşı istifadə edə bilərsən 30-dan sonranı. Və dediyim kimi, təbii ki, yaş keçdikcə biraz neuroplastiklik deyirlər də, getdikcə zəifləyir. Amma bizim üstünlüyümüz çoxdur. Bizim ətrafımız var, qurğumuz var. Əlaqələr var artıq, hə, düzdür. Təcrübələr var. Yəni sən belə baxsan ki, əslində 30-dan sonra sənin neuroloji olaraq problemin yoxdur. Sadəcə təbii olaraq şübhələrin və qorxuların sayı artıb. Sənin bircə qarşı şübhə ilə və qorxu ilə işləmə bacarığı inkişaf etdirəcək.